qeyri-hibrid orbital. Diğer hidrojen sayı A, qeyri-hibrid orbital sayı da A. Hidrojen sayı A, qeyri-hibrid orbital sayı A plus 2. Hidrojen sayı A, qeyri-hibrid orbital sayı A plus 4. Hidrojen sayı A, qeyri-hibrid orbital sayı A plus 6. Bunlar hansı siniflər ola bilər? Bunlar Alkan, alken, Birincisi alkan, alken, alkadiyen. Alkində. Birincisi olacaq uşaqlar, hidrojen sayı qeyri-hibrid orbitala bərabərdirsə, bu alkandır. Yəni pisi olmayan da. Bəli, pisi olmayan, düzdür. Bir də sikloalkan. Bizə çıxma. Bir alkandır, bir də sikloalkandır. Bir alkandır, bir sikloalkan. Əgər uşaqlar, deməli, qeyri-hibrid orbitalı hidrogendən 2 vahid fərq verirsə, deməli bunun bir dənə pisi var, yadda saxlayın. Bu da alkendir. Çünki düstur var idi. Bayaq elə desən Leyla dedi. Dedi ki, qeyri-hibrid orbitalın bərabərdir. Hidrogen sayı üstə 2. Bəli, hidrogen sayı üzərinə gəl 2 pi. Bu formula uyğun da baxsanız, deməli müəyyənləşdirə bilərsiniz. Əgər A plus 4-dürsə, deməli bu 4 vahid fərq verirsə, deməli orada 2 dənə pi rabitəsi var. Onda bu olacaq bir alkadiyen, bir olacaq alkadiyen inci. Bir də nə olacaq? Zeynəb desin, Aysu desin, bu da var aiddir. Alkadiyen, bir də alkin olacaq. Qalib, əgər biri A, biri A plus 6 olsa, deməli bu 6 vahid fərq verir. Əslində 3 pi rabitə demirdik orada. 6 elektronlu pi sistemi deyirdik. Demişdik o 3 pi rabitəsinə uyğundur. O hansı maddə idi, hansı sinif idi uşaqlar? Arenlər idi. O da aren. Benzol. Bəli, benzol və onun homoloqları. Nədə Və onlar da bu şəkildə, bax bu məsələlərdə diqqətli olun. Bəzən olur, hamı sinif haqqında məlumat vermir, bu şəkildə verir. Bunlarda diqqətli olun.